Pərvanəni yəqin tanıyırsınız. Getmişdim Gürcüstana, getdim məzarının üstünə. Yazığım gəldi ona. Bir 5 il yaşayacaqdı. Amma kimlərinsə qurbanı oldu. Dəhşətli səhnə idi o uşaqların göz yaşları, analarının məzarı üstündə onların. Nə bilim, mənə elə gəlir ki, uşaqlarından imtina etmişdi Pərvanə burada, xatırlayırsınız da. Amma ona son günlərində baxan onun uşaqları oldu. Onun əlindən tutan onun uşaqları oldu. Yasına kömək etdim, qəbir daşının, məzar daşının götürülməsinə kömək etdim. Kim olsaydı etməzdi, çünki Pərvanə kimlərinsə maşasına çevrilmişdi. Xərçəng xəstəliyi yoxdur deyib, bar-bar bağırtdırdılar ona, amma sonunda da qoydu hər şeyi ortaya ki, məni istifadə elədilər, məni bağışlayın. Mən bilmirəm o insanlar Allah qarşısında hansı cavabı verəcək, amma sizsiz günahkar. Mən xatırlayıram o Pərvanəni qızışdıranlarda, o canlı yayımlarda sizin yazdıqlarınızı. Mənim balalarıma qarğışlarınızı xatırlayıram. Ata-anama qarğışlarınızı xatırlayıram. Amma gördünüz, mən deyirdim, mən gözləyəcəm. Mən deyirdim ki, mən 3-4 ay sonra sizinlə üz-üzə gələcəm. Çünki mən inanırdım, mən bilirdim, mən həkimə inanıram, mən diaqnozlara. O sizi, o yazdırtdıranlar haradadır? Pərvanə qara torpağın altındadır. Təəssüf ki, ağlı ucbatından, onlar da cahil deməyəcəm, çox kobud ifadədir. Savadsız insanlardı, təhsilsiz insanlar idi. Təhsilsiz insanlar o insanların qurbanı olaraq bax bu vəziyyətə düşdülər. Bir dənə verin o sujeti, sonra Rusiyada Nuranənin həyatı ilə bağlı müzakirəmiz başlayacaqdır. Əziz tamaşaçılar, Gürcüstandayım. Yəqin ki, tanıdınız bu məhəlləni. Pərvanəgildəyəm. Gəldim ki, uşaqlara baş çəkim. Pərvanənin məzarına gedim. Bilirsiniz ki, ailə çox kasıbı idi. Sən axtarıram olaraq Pərvanənin məzarını düzəltmək, onun məzar daşını qoymaq üçün müraciət etmişdim burada. Bura Pərvanə ilə gəlmişdim. Mən Pərvanəni bu kəndə gətirdim. Balalarına qovuşdurdum. Fevralda yenidən dönüb ximiyalarını davam etdirmək üçün onunla sağollaşdım, danışdım, getdim. Amma sonra Pərvanənin ağlını, ailəsinin ağlını əlindən aldılar, belə deyək. Olan Pərvanə oldu. Bugün o həyatda yoxdur. Bugün onun balalarının yanına gəlmişəm. Bugün onun məzarını ziyarət etmək üçün gəlmişəm. Ay Zafət, xoş gördük. Necəsiz gözəl uşaqlar, mənim əzizlərim, nə tərsiniz? Gəlin, gəlin görün. Ay, ay, ay. Gəlin. Ay Allah, ay Allah, ay Allah. Nə tərsiniz? Gəlin, mənim balalarım, mənim balalarım. Darıxmışdınız Xoşgədəm xala üçün? Hə? Yaxşı oxuyurlar. Oxuyurlar, yaxşıdırlar. Yaxşıdırlar mı? Dərsə gedirlər, Gedir, hər bir gün də qalmırlar, gedir, Bir gəlir. gün də dərsdən qalmayın. Bax, uşaqlar, sizin əsas işiniz yaxşı oxumaqdır. Böyüyün, müəllimə olun, həkim olun, jurnalist olun, kim olacaqsan? Hə? Mən doktor. Doktor, sən? Pis. Heç saat. Heç saat nədir? Sən? Mən doktor olacağım. O da doktor olacaq. Həkim olacaqdım, anama deyir, anamı qutaracaqdım. Həkim olacaq, yüzlərlə insana kömək edəcək, onları xilas edəcəkdir. Və bu da sizin ananızın ruhunu şad edecektir. Hedefimin sandı, vur emri geldi, ellerim titredi.
Bizi burada yalladan doktoru zəlil olsun. İllər boyu qarğıyacam. Sən də bağışla başına dolanın. Bütün o efirdə olanlar bizi bağışlasınlar. Məncə gedək bir məzarı ziyarət edeyim sizlə. Ay Pervane ne biçim kesilir ay Pervane. Səbir ol. Derdine derman elemiyorsun. Ay Allah bir kişi gördüm kendimse kaçalım kurban olsun. Diyorum ay Pervane alma yasını kucağına. Karnı yaralıdı dir ay mama daha torba kurtarıldı benim derdimi çeyme karkıyorum derim. Diyan ya Allah dert versin derim ay Pervane elimle de gösterdirim beni yarın sabahlam dir ay mama derdim kurtardı. Çaldılar çocukluğumu habersiz, penceresiz kaldım anne, penceresiz kaldım anne. Uçurtmam tel örgülere takıldı, hani benim gençliğim anne, penceresiz kaldım anne. Əbədi mənzilimiz buradır. Ona görə bu həyatda elə işlər görün ki, elə addımlar atın ki, bax son mənzilə, bu mənzilə gələndə arxanızca rəhmət diləsinlər. Ne varsa bu su genci yakan. Pərvanə müalicələrini alırdı. Çox təəssüf ki, və özümü də qınayıram, kaş ki onu Gürcüstana qaytarmasaydım. Qaytarmasaydım Pərvanə də kimlərinsə maşasına çevrilib bu vəziyyətə düşməyəcəkdi. Hələ bir 5 ilə qədər həkim demişdi, Allahın izni ilə, müalicələrlə 5 ilə qədər yaşaya bilər. Ən az o balaca uşaq böyüyənə qədər. Çox təəssüf edirəm. Axırda da elə xərçəng xəstəliyi olduğu təsdiqləndi və amma təəssüf ki, Diana yenə də ona siflis xəstəliyindən dünyasını dəyişib dedi. Ailə də meyidi ekspertizaya verdi. Hələ ki, orada araşdırmalar gedir, yəqin o barədə sizə məlumat verəcəm. Amma o araşdırmanın cavabı siflis və ya siflis olmasın, heç bir əhəmiyyəti yoxdur. Bir qadının həyatını məhv elədiniz. Əlbəttə olmur, əlbəttə. İnsan nə qədər savadsız ola bilər ki, onu deyə bilər. Yox, sifilisten başım. Diana, bu sənin əsərin idi və səninlə birlikdə, belə deyək, bir qadının həyatını məhv etmək istəyənlərin əsəri idi. Biri dərdi xoşgədəm, ikincinin dərdi çalışdığı bir xəstəxananı reklam eləmək, xəstə yığmaq. Elə o həmən xəstəxanada da Pərvanə bu şəkilə düşdü Gürcüstanda. İndi diqqətlə baxın, tamaşaçı, ona görə sizə bir söz deyim. Hər deyilənə inanmayın, hər sözə inanmayın. Getməyin bir çox şeylərə. Pərvanəni bu studiyadan qov deyə mənə, Pərvanə də deyim də, itkin düşmüşdü. Qaçmışdı Azərbaycana, ailəsi mənə müraciət eləmişdi ki, onu tap. Mən də onu tapdım bir kişinin evində. Bəli, şılan kalmağa evdən çıxır Gürcüstanda. Sonra məlum olur ki, Azərbaycana qaçıb, ailə mənə müraciət eləyir. Mən də Pərvanə TikTokda tanış olduğu bir oğlana qoşulub qaçır. Oğlanın anası da buna bir kampanya eləyir, yəni belə toy kimi də eləyirlər. Birdən baxır ki, Xoşgədəmin efirində Pərvanənin əri və anası axtarır onu. Qadın xəstəliyə tapılır, ürək tutmadan gedir. Amma mən onu açmamışdım bütün bunları. Neysə, mən buna dönməyəcəm, amma qadınlara deyirəm. Son gündə Pərvanəyə baxan onun qızı oldu. Onun qəbul etmədiyi izafət oldu. Ona görə sizin əlinizdə o olanların dəyərini bilin, itirməmək üçün.